Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Bugünkü qonağımız xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, görkəmli ictimai siyasi xadim Sabir Rüstəmxanlıdır. Sabir müəllim, xoş gəlmişsiniz redaksiyamıza. Təşəkkür edirəm. Bir neçə gün bundan qabaq, daha doğrusu 2 həftə bundan qabaq, mayın 20-si sizin ad gününüz idi. Bilməm, bilirsiniz yox, həmin gün həm də 20 may Ümumdünya Arı günüdür. Dilin, sözün şəkərindən yetərincə bal toplamışsınız. Elə o günləri Akademiyanın Mərkəzi Elmi Kitabxanasında sizin 15 cildliyinizin təqdimatı da oldu, yüksək səviyyədə. O da göstərdi ki, Arı günü ilə Sabir Rüstəmxanlının ad günündə nəsə bir paralelliklər var. Buna görə sağ ol ana dilim deyən şair nə düşünür? O arı günü olduğunu heç mən bilmirdim. Yəni başım qarışıb, heç ona fikir verməmişəm. 15 cildlik seçilmiş əsərlərdən sonra sanki çiynimdən bir yük götürülüb. O mənada yox ki, da yaz pozu işinə nöqtə qoyuldu, iş bitdi. Əksinə iş artır indi. Sadəcə olaraq 2021-ci ildə o seçilmiş əsərlərin nəşrinə başlayanda mən bunun bu qədər ağır bir iş olduğunu bilmirdim. Bilmirdim ki, yazılar hamısı qarışıb bir-birdə, bunlar tarixini müəyyənləşdirmək, xronologiyanı düzmək, ondan sonra hər halda yenidən oxumaq, yenidən gözdən keçirmək bu qədər vaxt və qüvvə istəyir. İkinci də nəşriyyat da müəyyən proseslər var nəşriyyatda, onun hər biri gərək sənin nəzarətində olsun, çünki bu cavab deyilsənsə. Bu mənada 15 cildlik təqdim eləyəndən sonra fikirləşdim ki, bu yük çiynimdən atıldı, dərindən nəfəs aldım və 2021-ci ildən bəri yazılarım, yarımçıq yazılarım başlayıb, axıra çatdıra bilməmişəm bir çox şeyləri, ya fikrimdən gəlib keçib, vaxt tapıb oturub, yəni hardasa bir qeyd eləyə bilməmişəm. İndi bunlara biraz imkan var. Yəni, nə düşünürəm ki, şükür bir iş başa çatdı, amma yol hələ başa çatmayıb və qüvvə də hələ tükənməyib. Düşündüyüm odur. Təqdimatın özü mənim üçün çox düzün deyim ki, mənim bütün ümumiyyətlə yaradıcılıq gecələrim həmişə cür keçib, amma təqdimat öz alim, yazıcı dostlarımın çıxışları, oradakı yığılan insanlara münasibəti məni əlbəttə sevindirdi. Sabir müəllim, bugün Arı günündən danışdıq. Bugün söz arıları Mikail Müşfiqin, Vaqif Səmədoğlu'nun ad günüdür. Sabah Puşkinin ad günü olacaq. Şairlər günü kimi bugün şairlər günü qeyd edirik, bəli. Dünya Şairlər Günü Novruz bayramına düşdüyünə görə bizim Yazıçılar Birliyi bu günə təyin eləyib, indi qeyri-rəsmi olsa da, rəsmi olsa da təbrik edirik sizi Şairlər Günü münasibəti ilə. Müşfiqin, Vaqifin adını çəkdik. Əlimdə bir qədəh şərab səni əvəz eləmir. Bu da sizə aiddir. Faiq Ağayev çox gözəl oxuyur. Bax, o dahiləri, deyək də, gözəl şairləri sizin üçün əvəz eləyən varmı nəsə? Ümumiyyətlə, dünyada deyirlər əvəz olunmaz insan yoxdur, amma mən də hesab edirəm ki, heç kim əvəz eləmir. Ümumiyyətlə, hər kəsin öz yeri var. Dünya elə qəribə yaranıb ki, iki qum dənəsi bir-birinə oxşamadığı kimi, nə qədər oxşar görünsə də, iki insan da bir-birinə oxşamır və gedənin yerini gələn doldurmur, gələn öz taleyini yaşayır, öz həyatını yaşayır. Müşfiq Azərbaycan şeirində şübhəsiz qeyri-adi bir ilham sahibi olan sel kimi bir ilhamı vardı onun. Sözlər axıb gəlirdi, elə bir şairdə az bir talih yaşayıb. 29 yaşındadır ki, mən onun haqqında bizim Cavanşir Quliyev, görkəmli bəstəkarımız Cavanşir Quliyevlə bir oratoriya yazdıq. Onun sözlərini yazdım mən. Araşdırma, belə biraz da daha dərindən Müşfiqin həyatını öyrənməyə çalışdım. Sonra baxdım ki, mənim yazdığım oratoriya, yəni çox elə söz getmir, amma yazdığım əslində gördüyüm bir piyesdir. Müşfiq, Səmədoğlu,
onun dostları, o vaxt sevgisi, Gəncəyə getmələri, taleyin sonraki günləri əslində bir pyesdir. Fikirləşdim, bu teatrları bir də təqdim eləmək olar. Sonra baxdım ki, bizim milli teatrımızda Müşfiq haqqında bir tamaşa gedir. Oratoriyada bəlkə uğurlu bir sənət əsəri idi. O daha çox təbii ki, bəstəkarın əsəridir, Cavanşir Quliyevin əsəridir. Amma mən sevindim ki, sözünü də mən yazmışam. Müşfiq haqqında o gün mən dedim, bizim böyük şəhərimiz Rəsul Zannev Muzeyinin açılışında bəzən bizdə ev muzeyi açılışında biraz qısqanclıqla yanaşırlar, ev muzeyləri çoxdur filan. Ne eləyək, istedadlı adamlarımız da çoxdur. Mərhum Heydər Əliyev Azərbaycanlı şairlərə sosialist əmək qəhrəmanı adı veriləndə Moskvada deyiblər çoxdur, Azərbaycan çoxalıb, deyir ki, ne eləyək, istedadlı adamlarımız çoxdur. İndi belədir, çoxdur və bunların ev muzeydə olmalıdır, ev muzeyləri həm tarix içində, həm də yeni nəsil məktəblilər o muzeylərə gedir və bəzən yarım ildə oxuduqlarını, bir ildə oxuduqlarını bir muzeydə, muzey deyək, ekskursiyaya getməklə əldə edir o materialları. Bu məndə muzeyləri vacibdir, amma mən bugün burada sizə televiziyadan bir daha deyirəm, Müşfiqin Xızı yolundakı ev muzeyinə baxanda ürəyim ağrıyıb. O balaca bir ev tikiblər orada və sırf Müşfiqə aid olan əşyalar qalıb, qoyulub. Müşfiqə aid nə ola bilər ki? Müşfiqin nə stolu qalıb, nə qələmi qalıb, nə bilim, heç nə qalmayıb. Amma Müşfiqin muzeyi vacibdir, lazımdır, olmalıdır Müşfiqin muzeyi. Və mənim yadıma gəldi, Tataristanda Qabdullah Tukayın ev muzeyi 24 yaşında ölüb. Müşfiqlə indi müqayisə eləmək istəmirəm. Amma 3 mərtəbəli bir gözəl bina ayrılıb, Qabdullah Tukayın muzeyi, həm də o dövrün muzeyidir. O dövr Tatar ziyalılarının, onunla yanaşı yaşayan, onunla yanaşı görüşən, oturan, duran şəkilləri, Tatar mədəniyyətinin, hətta Molla Nəsrəddin jurnalda, orada onun şəkli var orada ki, Qabdullah Tukay oxuyurmuş onu. Yaxud Almaniyada Höte evi deyirlər, ev muzeyini gördüm. Bütün Alman 19-cu əsr, 18-ci əsr Alman mədəniyyətinin bütün ən görkəmli simaları, kimlə Höte əlaqəsi onlar da təqdim olunur. Əslində Müşfiqin muzeyi eyni zamanda bir repressiya dövrünün muzeyi olmalıdır. Müşfiqlə yanaşı o acı taleyi yaşayan insanların və o ev muzeyə xüsusi getməlidirlər Bakıda. Unudulmuş, ot basmış bir cığır falan nə, Müşfiqin bu adı. Mən utandım ona görə. Mən bunu dedim və mən bizim Mədəniyyət Naziri də, sonra Prezident aparatı işçiləri də vardı və mən güman eləyirəm ki, bunu nəzərə alarlar. Bu mənada Müşfiqin ad günündə mən həmin sözləri bir xatırlamağı özümə borc bilirəm. Bizim qəzetdə də, biz də tənqid vermişik orada. O ki qaldı Vaqif Səmədoğlu, dostumuz, əzizimiz Vaqif Səmədoğlu da Azərbaycan şeirinin ayrı bir hadisəsidir. Atasına bənzəməyən, atasından fərqli və öz dövrünün, öz yaşadığı dövrün ruhunun ifadəçisidir. Bilirsiniz, bu dünyanın qəribə qanuna uyğunluqları var. İndi Səməd Vurunu tənqid edənlər var ki, Sovet dövründə yazıb, nə bilim, kimlərə məthiyə deyib falan. İndi onu, o dövrün prinsipləri eləyir. Dünyanın bütün böyük şairləri öz yaşadığı dövrdə dövlət başçılarına müəyyən mətiyyələr yazıblar. Ona görə yox ki, onları çox istəyirlər. Ona görə ki, onların əsəri qorunub saxlanılsın. Başqa bir yer yox idi. Onlar saraylarda zatda ancaq əsərlər qala bilərdi. İndiki mənada böyük kitabxanalar da yox idi. Sözümün canı odur ki, Səməd Vurğun ailəsində Vaqif Yusif Səmədoğlu qətl günü ilə və gözəl hekayələri ilə ortaya çıxdı, yetişdi və Vaqif Səmədoğlu elə bir səviyyədədirlər ki, bunlar haqqında heç kim heç nə deyə bilməz. Bunlar sanki, bunların varlığı əslində həm də Səməd Vurğunun tale qoruyucusudur, taleyinin qoruyucusudur. Ona görə sanki onun Səməd Vurğunun deyə bilmədiklərini demək üçün, Səməd Vurğuna olunan zülmlərin əvəzini çıxıb gəlib meydanda Milli Azadlıq Hərəkatına qoşulmaq üçün Allah bu iki övladı yetirmişdi və meydanda Yusif Səmədoğlu
Vaqif Səmədoğlu çıxış eləyəndə həm də atalarının çəkdiyi mənəvi əzabların intiqamını alırdılar. Çox gözəl ifadə edirsiniz. Ürəyimizdən keçən amma biz elə deyə bilməzdik. Sabir müəllim, bayaq qeyd elədik, Mərkəzi Elmi Kitabxanada sizin əsərlərinizin 15 cildliyinin təqdimatı oldu. Akademik İsa Həbibəyli açdı, mən də oradaydım. Onun dediklərlə bağlı çox vaxt almamaq üçün qısa qeyd var, istəyirəm onu oxuyam, tamaşaçılarımız da bilsinlər. O, sizin çox şaxəli bədii publisistik yaradıcılığınızı geniş təhlil edir. Görkəmli ziyalı kimi sizin dövlət müstəqilliyinin bərpası və inkişafında rolunuzdan, ictimai xadim kimi xidmətlərinizdən danışaraq dedi ki, siz canlı korifeysiniz. Poeziyanızla bərabər publisistikanızda milli fikir müstəvisində xüsusi istiqamət açıb. Nəsriniz də yetərincə güclüdür. Stat, ötən əsrin son 10 illiyində onun təsis etdiyi İlk müstəqil mətbu nəşr Azərbaycan qəzeti rəsmi olaraq 100 min, qeyri-rəsmi olaraq isə 500 min tirajla çıxırdı. Sabir Rüstəmxanlını bir alim kimi də nümunə saya bilərik. Onun namizədlik dissertasiyası olan Molla Nəsrəddin və folklor mövzusu bugün də aktualdır. Şairin əsərlərinin cildlərinə görkəmli alimlərin geniş ürəklə ön sözlər yazması onun yaradıcılığına necə yüksək dəyər verildiyinin bariz göstəricisidir. İsa Həbbəyli deyir. Sabir müəllim, belə yer gəlmişə nə əcəb siz namizədliklə kifayətləndiniz, doktorluq müdafiə eləmədiniz, ya vaxt, macal olmadı? Bu maraqlı bir şeydir. Həm macal olmadı, imkan olmadı, işləyirdim və vaxt çatdırmam üçün deyildi. Amma bir maraqlı psixoloji məqam da var. 1971-ci ildə Vyetnam birləşəndə mən bir bütövlük poeması yazdım. Vyetnam xalqı mübarəkdir bu birliyin, belə bir şey yazdım. Yəni, içimdə Azərbaycanı tutmuşdum, öz xalqımızı nəzərdə tutmuşdum, amma Vyetnamı təbrik edirdim və müstəqillik ilk namım, ilk həsrətim, müstəqillik xalqın qeyrət bayrağıdır, müstəqillik hər ölkənin, məmləkətin zülm, əsarət orbitindən çıxmağıdır. Tam öz dərdimizdir. Onda bu poemanı sonra verdim, Ədəbiyyat qəzeti çap elədi, qoşa səhifə çap elədi. Mən də namizədliyi müdafiə eləmişəm, namizədliyi mən cəmi 20 günə yazmışdım. Düzünü deyim, material toplamışdım, amma 20 günə yazmışdım. Sonra orada da namizədlikdə çox yüksək qarşılandı müdafiə. İnstituta gedəndə qabağıma Məmməd Səfər çıxdı, rəhmətli akademik Məmməd Səfər, çox gözəl insandı, gözəl alim idi. Dedi ki, mənim otağıma gəl, gedək mənim otağıma. Getdi bunun otağına, gördüm Ədəbiyyat qəzeti. Bunun stolun üstündə açıb və qırmızı karandaşla da haşiyələnib, qeydlər, zadlar var filan. Gülə-gülə dedi, bu poemanı sən yazmışsan, dedim, mən yazmışam. Dedi ki, bu poemanı yazan adamın ədəbiyyatşünaslıqla məşğul olmağa vaxt sərf eləməyini dəyməz. Ədəbiyyatşünaslığa vaxtını sərf eləmə, ged bunu davam elətdir. Bu kişi elə bil mənim yolumu kəsdi. Amma sonra Yaşar Qarayev dedi ki, sən namizədliyin, o direktor olanda, elə doktorluq səviyyəsindədir, biraz artır, Mirzə Cəlil, artıq olacaq Azərbaycan realizmi və folklor, o cürdə razılaşdıq. Yaz bir elmi hesabat və biz ona əsasən və kitablarını nəzərə alıb sənə elmlər doktoru adı verəcək. Mən onu yazdım. Sonra Attestasiya Komissiyasının sədri gəldi, Azad Mirzə Zəncadə. Ona dedim, bax, belə bir şey var, mənə doktoru. Dedi ki, indiyə kim vardı, mən onu ləğv eləmişəm. Dedim, mən sənin dostunam, dedi, yox, o da ləğv eləmişik, neysə, dalınca düşmədim. Amma sonra mənə Əl Yazmaları İnstitutu fəxri doktor verib. Sonra o vaxt bir Milli Elmlər Akademiyası yaratmışlar, qeyri dövlətə bağlı olmayan. Onun fəxri akademik idim və s. Belə adlar var. Getmədim. Düzünü deyim ki, belə xırda bir yarım il vaxtımı sərf eləsəm, o işi görərdim. Amma neysə də başqa işlər də var idi. Bir siyasət, ondan sonra Milli Məclis. Mən 1984-cü ildə ilk dəfə Adam Mitskeviçi tərcüməyə başlayanda onun rəhmətli professor Murtuz Sadıxov mənə məsləhət görmüşdü. Demişdi, sən bunu tarsan, üsyankarsan.
Mitseviç deyil olub, gəl onu tərcümə elə. Və mən başladım onu tərcümə edən, Litviyə getdim. Litva ilə sonra yaxınlaşdıq, dəfələrlə çağırdılar. Litvaşünasların, dünya Litvalıların qurultayı, dünya Litva diasporunun görüşləri falan. Mən onda gördüm ki, SSR-nin dağılmağı qaçılmazdı. SSR dağılacaq. Onlar bizdən, dünyadan daha məlumatlıydılar. Və gələndən sonra daha cəsarətlə buradakı dərnəklər, görüşlər və artıq özümüzü SSR-nin o günlərə hazırlayırdıq. Həyatım dəyişildi, ayrı bir yolla getdi. İndi alim də var ki, elmi titulları var, amma fəaliyyətində elə bir nəzərə çarpan şey yoxdur. Amma siz elə doktor olmayan böyük alimsiniz. Yox, indi mənim axı o vaxt fərqli idi, amma Səməd Vurğun, Mirzə İbrahimov yenə bir böyük demokrat elmi işi yazmışdı Cəlil Məmmədquluzadən. Səməd Vurğun, başqaları akademiya yarananda hamısı birdən-birə oldu akademik. Bəli. Mən hesab edirəm ki, indi ədəbiyyatın da akademikləri təkcə ədəbiyyatşünası yox, ədəbiyyatın da akademikləri olmalıdır. Özümün nəzərdə tutmuram. Məsələn, Anar hansı cəhəti ilə akademiklərdən ədəbiyyatşünaslıq sahəsində geridir? Yazdığı ədəbiyyat. Yaxud Elçin o şəkildə kifayət qədər böyük. Ona görə yəni müəyyən adamlara əslində o elmi tuturlar verilməlidir. Mən bu cür düşünürəm. Özümü nəzərdə tutmuram, amma həm də özümü nəzərdə tuturam. Biz sizi nəzərdə tuturuq. Çünki mənim deməli 15 ciddiliyimin 2 ciddi tam ədəbiyyatşünaslıqdır. 3 cildi publistika. Publistikanın özündə də bir xeyli və çap eləmədiyim ədəbiyyatşünaslıqla bağlı xeyli əsərim var. Məsələn, Hüseyn Arifin lirikası, aşıq poeziyasında realizm və bu tipli çoxlu şeylər var, yazılarım var. Elmi külliyyatdır. Bunları çap elətdirməmişəm. Elədir. Elə Anarın adını çəkdiniz. Yaxud ədəbiyyatımız müstəqillik yollarında. Uzun illər təhlil eləmişdim ədəbiyyatımızda. Araşdırmadır da. Araşdırmadır belə. Və Anarın da adını çəkdiniz. 15 cildliyin təqdimatında Anarın çıxışı da yadımdadır. O sizin ömür kitabınızı ədəbiyyatımızın inkişafında yeni bir mərhələ kimi dəyərləndirdi və dedi ki, istedad, iradə və zəhmətlə hasilə yetirdiyiniz bu 15 cildliyin təqdimatı Azərbaycan üçün, Azərbaycan mədəni aləmi üçün əlamətdar bir hadisədir. Mənim yadıma gəlir, Yardımlıda sizin doğma Hamar kənddə Anar 50 illik tədbirlərinizdə iştirak edib. Mən də o vaxt televiziya müxbiri kimi oradaydım. Mən də qonaq olmuşam o tədbirlərdə. Və Anar sizinlə olan bu 15 cildin təqdimatında qədim dostluğunun sarsılmazlığından çox böyük ürəklə danışdı. Yəni sizi təkcə sənət mi dost eləyib, yoxsa şəxsi münasibətlər? Təkcə Anarla yox, ümumiyyətlə, yəni sizin dostlarınız çoxdur, ona görə soruşuram. Yox, təbii ki, Anarla biz bir müddətdə böyüməmişik. Bakıya gələndən sonra da sularımız ayrı araqlarla axıb müxtəlif dövrlərdə. Amma mənim üçün Anar Azərbaycanın bir dəyəridir. Azərbaycanın qələmi ilə, sözü ilə, həyatı ilə bir dəyərdir. Rəsulzanın ocağından, Rəsulzanın və Nigar rəhbərinin ocağından çıxıb, amma Anar özü artıq bir klassikdir mənim təsəvvürümdə. Təkcə Dədə Qorqud Dünyası adlı yazısı Azərbaycan tarixşünaslığı üçün bir örnəkdir. Molla Nəsrəddin 66 satirik hekayələr yazır. Mən o vaxtdan Anarı başladım silməyə. Bir də mən Yazıçılar Tıvarının bir qurultayında məruzəçi idim. Yazıçılar Tıvarının sədri də Anar idi. Dedim Anar, mən bu dəfə güzəştsiz danışacağım. Kim nə haqq eləyir, onu deyəcəm. Sonra dedilər, baxırınız ki, elə adamlar var, onları incitməyə bir-iki nəfər baxdılar. Mən də oradan da bir-iki nəfər, bəlkə də misallar qaldı, amma adları çıxartdım. Amma bütövlüklə ədəbiyyat haqqında fikrimi axıra kimi düzgün dedim. İnandığım şəkildə və Xəlil Rza onunla bağlı bir poema da yazmışdı. Gecə gördüm Anarla Yusif Zəng vurublar, Yusif Səmədoğlu. Biraz da əhvalları yaxşıdır. Anar dedi, səni təbrik edirəm, çox o divarlar bizim böyüklərimizlə daxil olmaqla, o divarlarda çox çıxışlar olub, sənin çıxışın onların ən yaxşılarından biridir.
Sonra Yusuf aldı telefonu, elə dedi ki, sağ bir özünə məxsus şəkildə, sən bu gündən mənim qardaşımsan. Sən, yəni belə şeylər olub. Biraz da Anara qarşı bu hücumların Yazıçılar İttifaqının sədri olub, yaxşı, bəlkə də olmamalı idi, bəlkə də getməli idi. Mənim yadıma gəlir, bir neçə dəfə özü də cəhd eləyib ona. İmkan olmayıb, qalıb da. İndi bunu bu şəkildə yaşlı vaxtında ona qarşı ittihamat çevirmək, onu belə layiqsiz, ləyaqətsiz bir şəkildə tənqid eləmək, eyni şey dönə-dönə demək, bu da biraz adama ağır gəlir. Ona görə Anarın bəzən o sıxıldığı günlərdə belə şeylərin qarşısında mən bir neçə dəfə öz fikrimi yazmışam, geniş yazmışam ki, Anar böyüklərimizin varisidir, onu qorumaq lazımdır. Bəxtiyar Vahabzadəyə də hücumlar var idi. Onda da yazmışdım millətin əsəb nöqtəsi, yazmışdım Bəxtiyar Vahabzadələr bu millətin əsəb nöqtəsidir, sinir uclardır. Ona toxunmaq olmaz, incitmək olmaz milləti. Nə olsun, nə təzə maşın alıb, oğlunu vəzifəyə qoyub, Bəxtiyar yoxdur. İndi 1000 dənə tərifnamə yaz, onu qaytara bilərsən. Niyə onun ürəyinə toxunan şeylər yazılmalıydı? Sabir müəllim, siz elə həmişə sözü deyən və sözü üzə deyən adam olmuşsunuz, ziyalımız olmuşsunuz. Elə mən tez-tez istinad edirəm o günkü o tədbirə 15 cildliyə. Çünki əsas səbəb də bugünkü görüşümüzə o olubdur. Orada deməli Nizami Cəfərov, akademik dostumuz Nizami Cəfərov sizi mütəfəkkir şair adlandırdı böyük ürəklə. Və dedi ki, fenomenal istedad, bilik, yaddaşınız var. Bundan sonra daha 20 cilddə yaza bilərsiniz. Bayaq dediniz, hələ nöqtə qoyulmayıb, təbii. Avans üstə qoyub, biraz daha artırır. Yazdıqlarınız milli təəssübkeşliyi örnəyidir, ədəbi və əbədi səciyyəlidir. Biz o tədbirdən olan xəbərin başlığında elə belə qoymuşduq. Ədəbi və əbədi səciyyəli. Düz deyir Nizami müəllim, sizi cəmiyyətin ruhunu bilən, qələmə alan, cəsarət sahibi bilirik. Yazılarınız, çıxışlarınızla onun sözləridir. Daim zəkanıza və ürəklərimizə, bizim zəkamıza və ürəklərimizə impuls verirsiniz, onun sözləridir. Və fundamentallığı qoruyub saxlaya bilirsiniz. Ana dilinin müqəddəsliyini, milli ideologiya spektrlərini xalqa yaxın intonasiya ilə çatdıransınız. Akademikin sözləridir. Necə deyib? Məncə tam ifadə eləyə bilib. Nizami ciddi alimdir və ondan belə sözləri qopartmaq o qədər də asan. Ona görə cümlə və cümlə deyirəm. Nizami ilə biz bir yerdə işləmişik. Nizamini mən çox ciddi bir ədəbiyyatşünas, alim və ümumiyyətlə filologiyamızın bütün sahələrini çox dəqiq yaxşı bilən və biraz da deyək ki, gündəlik o dəbdalıca qaçmayan, belə sözün mahiyyətini axtarıb onu deməyə çalışan, türkologiyada da, başqa sahələrdə belə bir alim kimi tanıyıram. Təbii ki, mübahisələrimiz də olub. Mübahisələrimiz də olub, fikir ayrılıqlarımız da olub və mən ona açıq demişəm, o da yəni sözünü deyir, həmişə açıq deyir, açıq danışırıq. Dostlarımın bütün çıxışları mənim üçün dəyərli idi. Mən hamısını avans kimi qəbul edirəm, baxmayaraq ki, bu yaşda avans olmaz. Bu yaşda artıq Allah ömür versin. Yekun vurulur. Amma hər halda hesab edirəm ki, bəzən məclisin gətirdiyi bir hava da var. Mənim şübhəsiz onun gətirdiyi misalların bir kökü əsası var. Mən 13 yaşımda kənddən çıxmışam. Biraz rayon mərkəzində orta məktəbdə oxuyub yataqxanada qalmışam. Sonra 17 yaşımda Bakıya gəlmişəm. Bütün qalan ömrüm Bakıda keçib. Amma bugünün özündə də mən elə kənddən ayrılmamışam. Bugünün özündə də yəni sosial mənşə demirlər. Mənim mənşəyim kətçidir. Və özümü o kətçi ziyalıyam. Ruh deyək. Amma o kənd ruhundan ayrılmamışam. Dünən Dilçilik İnstitutunun mənim 15 cildliyin lüğəti ilə bağlı apardığı bir araşdırmanı çap ediblər. Nə bilim 1.800.000 söz var o 15 cildlikdə falan. Ən çox işlənən sözlər hansıdır? Azərbaycandır, anadır, torpaqdır, millətdir, vətəndir və ruhdur. Ruhdur, odur ruh dediyində. Orada yəni mənim bir silsilə şeylər var. Kəndlə bağlı, kəndin bugün unudulmaqda olan deməli şeyləri
həyat tərzi, yaşayış tərzi haqqında. Məsələn, qocalar payızda taxıl əkərdi, əllə səpirdilər, elə bil günəş şəfəqlərini səpirdilər. Sonra ot yığardıq, sonra biçin nəğməsi, xırman nəğməsi, xırman qaroltusu, ondan sonra nə bilim yaylaq yolu ilə bağlı, şeylərlə bağlı, el yolu ilə bağlı bir sıra, yəni bu gün artıq bir çox unudulmaqda olan məsələlər haqqında, at haqqında 2 əfsanə, ondan sonra bunlar və onların tərcüməsi, at haqqında 2 əfsanəni tərcümə edən mənim tərcüməçim gecə saat 4-də bir gün mənə Şüvələndə o yaradıcılıq evində olurdu, gecə saat 4-də mənə zəng vurdu. 5 idi, 4-5 idi deyəsən, zəng vurdu. Dedi, Sabir, dur gəl Şüvəlana. Deyirəm, gecə saat 5 deyə, nə Şüvəlana? Dedi, yox, mən səni görmək istəyirəm. Mən sənin elə şeirini tərcümə eləmişəm. Bütün Rus poeziyasını axtarsam bu yoxdur. Dedim, Rus poeziyasında da elə şey var ki, o bizdə yoxdur. İndi deyirdi, o dedi, gəl, gecənin bu vaxtı, mən səndən içmək istəyirəm. Dedim, sən içmirsən, o içmirdi doğrudan da. Cavanlıqda geolog olmuş, bəlkə də içmişdi, amma içmir. Dedim, mən sənə bilmirdim, sənə hətta araq da gətirmişəm orada, kefin kökəlində içib, yaxşı tərcümə eləyəsən. Amma sən içmirsən, qalır da o, dedi, qalır. Dedim, mən oraya gələ bilmərəm bu vaxt. Yox, gəlməlisən falan. Dedim, yaxşı içmək istəyirsən, aç o arağı, bir rumka doldur. Telefonla sağlığını deyic, belə gün olmuşdu. At haqqında 2 əfsanəni tərcümə eləmişdi. Necə təsir eləyim onu? At cildində, quş cildində, ağac cildində, bu dünyada hərəmizin bir sehrimiz var. Əgər talih qismətsə qoymayın itə, bilmək olmaz 1000 il sonra gərəyin olar. Sən atımızı satmışdıq harasa, bir gecə şimşəkli bir yağışlı havada neçə 2 günlük yolu qayıdıb gəlmişdi. Ona görə belə uşaqlıq xatirəsi idi. Ona görə də o şeylər mənim yadımdan çıxmayıb. O bəlkə də Nicami bəyin o sözündə, o yaddaş sözündə həm də onu nəzərdə tutur ki, biz gərək öz yaddaşımızı qoruyaq. Şübhəsiz. Amma orada akademik Rəfail Hüseynov da gözəl bir söz dedi. O dedi ki, Sabir Rüstəmxanının çox cildliyini Azərbaycannamə adlandırmaq olar. Qan yaddaşını xatırlatdı. Unudulmaz alimimiz Xudu Məmmədovun bu adı, qan yaddaşı adını möcüzəli ad hesab etdiyini yadımıza saldı. Çünki ona qədər gen yaddaşı işlənilirdi, qan yaddaşı yox. Sabirin əsərlərinin bütün cildləri məhz milli yaddaşın diktəsi onun fikirləridir. Duyğulu illüstrasiyalarıdır. Janr və formasından asılı olmayaraq sırf Azərbaycançılıq məfkürəsinə xidmət edir. O istedadı millətə necə sərf etməyin yolunu ziyalılara göstərən bir ziyalıdır. Xalq hərəkatında Azərbaycan azadlıq meydanında deyir ki, gözümüzün də qabağında olub şairin alovlu çıxışları yaxın tariximizin işıqlı anlarıdır. Mən sözün ağası, söz mənim qulumdur. Mən haqqın yolcusu, haqq mənim yolumdur. Bu misralarda. Yox, mən sözün ağası, söz mənim qulum. Qulum. Haqq mənim yolumdur. Haqq mənim yolumdur. Mən haqqın yolcusu, haqq mənim yolumdur. Bunu bizim hörmətli deputatımız Fəzail İbrahimli orada səsləndirdi. O düz deyil. O da ürək sözlərini şövqlə deyil. Rəfail də mənim yaxın dostumdur və böyük alimimizdir. Gözəl kitabların müəllifidir. Cavanlıqdan mən ədəbiyyat qəzetində işləyəndə onun ilk yazılarını Baba Tahiri tərcümə eləyirdi, başlamışdı. O vaxtdan yazılarını çap eləmişik, dostlaşmışız. Bir yerdə səfərlərimiz olub. Bilirsiniz o şeylər, yəni mən hamısına təşəkkür eləyirəm. Mənim haqqımda bilmirəm, adəsə 12-13 dənə kitab yazıblar. Onun 3-ü ya 4-ü Türkiyədə yazılıb. Həm bir kitab tam sual-cavabdır, amma bir neçəsi də təhlil kitablardır. Hamı, yəni bu da bir adam bilmir, xalq sevgisidir, hardan gəlir, nədən başlayır. Nədən başlayır? Əslində məlumdur hardan gəlir, nədən başlayır. Amma Rəfail bəyin o sözün, əvvəlki o sözünü unutdum, deyir. Azərbaycannamə. İndi mən dedim o Dil İnstitutu, təşəkkür edirəm bizim dilçilik institutumuza. Onun orada dilin
Mənim deməli 15 cildliyin dil lüğətidir, təxminən belə hazırlayıblar. Çox gözəl. Də. Orada dedim də birinci ən çox işlənən söz Azərbaycan sözüdür. Deməli elə doğrudan Azərbaycan namədir. Və bir də bir şey var, o da tam bir talih işidir. Mən Bakıdan çıxanda ilk getdiyim yer Bolqarıstan olmuşdu, özür istəyirəm, Başqırtıstan olmuşdu. Sonra xarici ölkələrdə getdim, amma elə oldu ki, mən Türk dünyasını, hər tərəfini gəzdim. Hətta Monqolistanda Türk abidələrini, Orxan Yenisey, Tunuquk, Orxan Yenisey abidələrini ziyarət elədim. O vaxt məndən əvvəl bilmirəm, gedən olmuşdu, olmamışdı. Məncə, bəlkə gedən yox idi. Sonra Doğu Türkistan, Mahmud Kaşgarlının məzarını gedib ziyarət elədim. Yəni, oranı da gəzdim. Altaylar və oradan üzü bəri bütün Türk ellərini. Nə böyük xoşbəxt. Sonra Qırğızistan, Qazaxıstan, Özbəkistan filan hamısını və qədim mədəniyyət abidələri filan. Bunlar yəni adamın içinə elə bir ruh doldurur ki, sən görürsən dünyanın sahibidir bu xalq. Bunu bu gün ayırıblar, əziblər filan. Ona görə yazırdım ki, bu cavan yaşında stol dalında güclü yumruqların boşalmayacaq. Yəni vuruşmaq vaxtı gəlib, filan da gəlib. Burada olmaz. Ona görə də mən yəni tərəddüd eləmədən millətin sözünü deməyə çalışmışam. Heç vaxt cəsarət dilimizlə bağlı danışanda və sair bağlı şeylərlə danışanda heç vaxt tərəddüd eləməmişəm. Yəni içimdə bir daxili azadlıq olub həmişə. Qan yaddaşı da o maraqlı bir şeirdir. Bir uşağı gördüm, oxuyan düzəldir. Hardan o qanının diktəsi ilə onu eləyirdi. Sonra o şeir Xudu müəllimin çox xoşuna gəlmişdi. Onu o vaxt hələ bilgisayarlar, kompüterlər təzə çıxmışdı. Onu çıxartdırıb divarından asmışdı. Ha dedi, gedək gör, mən gedə bilmədim. Amma günün birində dedi ki, 71-ci ildə dedi ki, sən yardımda anadan olmuşsan, mən yardımını görməmişəm. Mən sizə getmək istəyirəm. Xudu müəllim, kasıb bir evimiz var, sən orada gedib əziyyət çəkərsən filan. Yox, dedi, sənin atanın adı Xududur, mən gedib onunla tanış olmaq istəyirəm. Görüm, ona deyəsi sözlərim var. Nəsə getdi, o bizim evə gedən, Bakıdan gedən ilk ziyalı dostlarımdan ilk qonaqdır. Sonra hamı getdi, çox dostlarım getdilər, amma Xudu müəllim birincisidir. O, həmişə o qan yaddaşını deyirdi, gen deyilən budur və bu tapılıb. İndi Azərbaycan dilində, lüğətimizdə qan yaddaşı işlədilir tez-tez. Çox işlənir. Gen yaddaşı yaddan çıxır. Gen yoxdur, gen yoxdur. Sabir müəllim, veriləsi suallar çoxdur, amma istəyirəm gələn dəfəyə qalsın. Çünki gələn sizi 80 yaşınız tamam olacaq. Allah ömür versin. Yardımlı da olsa, savalan da baxıb fərəhlənər. Verdiklərinin itmədiyinə görə yəqin ki, o bayaq qeyd elədim, 50 illiyiniz o yardımda da keçirmişdi. 80 illikdə də inşallah yəqin dostların əhatəsində yardımlıya da gedərsiniz. Oraları da şərəfləndirərsiniz bir daha. İnşallah. Mən siz onsuz da yardımda qeyd eləmişdilər ad gününü. Mən dostlarımla yardımlıya gedəndə həmişə elə bir yer var ki, sərhədin yaxınlığında oradan savalan görünür. Onları aparıram. Ora çıxanda ruhum dincəlir. Və ömür kitabında da savalanla üz-üzə bir yer vardı, Zərdüştdən söhbət. Bu torpaq şırımı var, indi də elə qalır. Kəsir Azərbaycanın o tayı ilə bu tayını. Əl atsan çatar. İndi oradan yol çəkilib, o yol boyu gedirəm. O məftilin böyrü ilə gəlirəm Cəlilabada. Sən də o yolu getmirsən. Yəni, bu da tarixi bir ədalətsizlikdir. O bizdən asılı olmadan orada doğulan uşaqların içinə bir bütöv vətən ruhu doldurur, ayrılıq ruhu doldurur, isyan ruhu doldurur. Ondan sonra ya sənə ucqar söylədilər, şeir yazmışdım, səni niyə ucqar sayılmazsan, bu ruhu doldurur. Bir yandan itirmişik, kasıbçılıq, yaxşı böyük, yüksək təhsil, düzdə universitet qutarmışam, amma orta məktəbdə bir çox sahələr üzrə, məsələn, musiqi təhsili istəyirdim, alım, ondan sonra xarici dillərin bir-ikisini yaxşı öyrənim filanla. Bunlar qismət olmadı. Amma əvəzində o torpaqda doğulmaq tamam ayrı keyfiyyətlər verdi. O da taleyin işidir. Harada uduzmuşuq, harada qazanmışıq,
Bunu zaman deyər. Çox sağ olun. Hörmətli tamaşaçılar, təkrar eləməyə bəlkə də ehtiyac yoxdur. Qonağımız bizim 1 saata qədər vaxtımızı şərəfləndirən sevimli xalq şairimiz Sabir Rüstəmxanlı idi. Siz də diqqətinizə görə çox sağ olun. Sabir müəllimə də minnətdarıq. Çox sağ olun, sağ olun. Tamaşaçılara da təşəkkür bildirirəm. Dinlədiklərinə görə təşəkkürü bildirirəm.